Tarixi öyrənərkən sərkərdələri, orduları, ideologiyaları ön plana çıxarırıq. Lakin bir faktor var ki, tarixin gedişatına olan təsiri böyük olsa da, əhəmiyyəti bəzən göz ardı edilir. Söhbət qlobal ticarətdən gedir. Danışacağımız məsələ ticarətin tarixi və ya tarixə təsiri deyil. Bu gün yaşadığımız tarixin içində ticarət yollarına nəzarətin ən vacib amil olmasıdır. Bəlkə də qarşıdakı bir neçə 10 illik ərzində dünyanın hegemon gücünün kim olacağını bu ticarət yolları üzərində münaqişələr müəyyən edəcək. Məsələni daha aydın izah etmək üçün hal-hazırda İsrail və ABŞ-ın İranla müharibəsinə nəzər yetirmək kifayətdir. Doğrudur, bu dövlətlər arasında uzun illərdən bəridir davam edən gərginlik var idi. Lakin bu münaqişənin müharibə fazasına keçidini təmin edən əsas amil Hörmüz boğazı oldu. Hətta bu məsələni araşdırarkən Amerikalı politoloq Anthony Cordesmanın bir hesabatına rast gəldim. Analitik hələ 2007-ci ildə İsrail-Livan müharibəsindən danışarkən Hörmüz boğazına nəzarət etməyin ən vacib məsələ olduğunu deyirdi. Bura neft və qaz daşınması üçün ən əhəmiyyətli koridordur. Alternativinin olmaması isə onun dəyərini daha da artırır. Cordesman məqaləsində bildirirdi ki, İran Hörmüzü sadəcə bir neçə gün bağlı saxlaya bilər. Uzağı 2 həftə çəkər. İndi isə 2007-ci ilin reallığından fərqli mənzərə görürük. Məncə razılıq olmasa, Hörmüz boğazı daha uzun müddət bağlı qala bilər. Hətta bu məsələ hücumun dayandırılması üçün İranın əlindəki əsas təzyiq vasitəsidir. Çünki İranın müqaviməti artdıqca, bu regiondakı digər dövlətlərin müdaxilə ehtimalını da artıracaq. Ən əsas da Rusiya və Çinin. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin martın 9-da qlobal neft və qaz bazarındakı vəziyyətə dair iclas keçirərək böhranın artıq gəldiyini, Hörmüzdə dağıdılmış infrastrukturun bərpasının həftələrlə deyil, bəlkə də aylarla və illərlə çəkə biləcəyini söylədi. Rusiyanın enerji şirkətlərinə hazırlıqlarını bu istiqamətdə görməyi tapşırdı. Həmçinin Avropa dövlətlərinə də səslənərək siyasi mülahizələrdən kənar ticarət əməkdaşlığı təklif etdi. Sadə məntiqi analogiya bizə göstərir ki, Rusiya müharibənin uzanmasında və Hörmüzün bağlı qalmasında maraqlıdır. Təkcə Hörmüz boğazı nümunəsindən gələcəkdə dünyanı gözləyən böyük təhlükəni anlamaq olar. Bir neçə gün ərzində birjaların itirdiyi trilyonlarla dollar, qalxan neft qiymətləri bizə gələcək münaqişələr barədə də məlumat verir. Əgər ticarət koridorları qlobal maliyyə sisteminə bu qədər təsir gücünə malikdirsə, deməli o bölgələri idarə etmək dünyanın yeganə super gücü olmaq deməkdir. Bəs bu ticarət dəhlizləri hansılardır? Gəlin qısaca nəzər yetirək. Babil-Məndəb boğazı və Süveyş kanalı ən vacib ticarət yollarından biridir. Qlobal ticarətin təxminən 15% buradan keçir. Babil-Məndəb Süveyş xəttinin bağlanacağı halda Avropa-Çin arasında yük daşımalarda 10-15 günlük gecikmələr baş verə bilər. Belə bir vəziyyətin vuracağı ziyanı təxmin etmək çətin deyil. Ən dəhşətlisi isə odur ki, bu təhlükə heç də uzaqda deyil. Yəməndə vətəndaş müharibəsi artıq uzun illərdir davam etməkdədir. Burada İranın dəstəklədiyi Husilərlə yanaşı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinin də nəzarətində olan proksi qüvvələr var. Boğazın qarşı tərəfində, Afrika sahillərində isə başqa bir münaqişə mövcuddur. Belə ki, İsrail və Birləşmiş Ərəb Əmirliyinin Somalidən ayrılmış Somaliləh dövlətini tanıması, buradakı Barbera limanını bərpa etməsi regionda toqquşan iqtisadi maraqlardan xəbər verir. Münaqişənin şiddətini isə Süveyş kanalını əlində saxlayan Misir müəyyən edəcək. Misirin Türkiyə və Qətər, İsrailin isə Efiopiya və Birləşmiş Ərəb Əmirliyi tərəfindən dəstəklədiyini də vurğulamaq lazımdır. Digər əhəmiyyətli ticarət yolu isə Şimal dənizi xəttidir. Xüsusən də Şimal Buzlu okeanının əriməsi bu yolu daha əlverişli vəziyyətə gətirib. Yola nəzarət uğrunda əsas münaqişə Rusiya və ABŞ arasında gedir. Lakin ABŞ-ın buraya çıxışının sadəcə Alyaska vasitəsilə olması rəsmi Vaşinqtonu yeni yollar axtarmağa vadar edir. Prezident Donald Trump'ın çıxışlarında həm Qrenlandiya, həm də Kanadaya qarşı torpaq iddialarını səsləndirməsi də bununla bağlıdır. Əlbəttə ki, Qrenlandiyadakı təbii sərvətlər də əhəmiyyətlidir. Lakin son dövrdə yaşananlar göstərir ki, resursun daşındığı yollara nəzarət etmirsənsə, ona sahib olmağın elə də mənası qalmır. Bu ticarət yolları arasındakı ən vacib koridor isə Cənubi Çin dənizi və Malakka boğazı xəttidir. Mənim fikrimcə, əgər 3-cü Dünya müharibəsi olacaqsa, onu başladan hadisə məhz bu xətt üzərində alovlanan münaqişə olacaq.
Çinin Tayvanı ilhaq etmək istəməsi, Cənubi Çin dənizində süni adacıqlar yaradaraq bölgəyə ordu yığması münaqişənin qaçınılmaz olduğunu göstərir. Çünki ABŞ-ın Çini Sakit Okeana çıxışdan məhrum etməsinin yeganə yolu hərbi bazalarının yerləşdiyi Yaponiya-Tayvan Filippin zəncirinin qırılmamasıdır. Əgər Çin Tayvanla müharibəyə başlasa, dünya dəniz ticarətinin 25-30% dayana bilər. Təbii ki, proseslər bununla da bitməyəcək. Bir neçə amil var ki, onları daha detallı başqa videoda analiz etmək lazım olacaq.